Salam, hər vaxtınız xeyir. Təhsilin pillə və səviyyələrindən danışaq. Deməli, təhsilin bilirik ki, 5 pilləsi vardır. Məktəbəqədər təhsil pilləsi, ümumi təhsil pilləsi, orta ixtisas təhsili pilləsi və ali təhsil pilləsi və peşə təhsili pilləsi mövcuddur. Pillə dedikdə, pillə daha üstündür, yuxarıda olandır. Belə yadınızda saxlayın. Çünki adətən pillə ilə səviyyəni namizədlər, müdavimlər qarışdırırlar. Səviyyə isə pilləyə daxildir. Necə ki, məsələn, bax birini izah edeyim. Ümumi təhsil pilləsi. Ümumi təhsil pilləsinə daxil olan səviyyələr var. Yəni ümumilikdə ümumi təhsil pillədir. Ona daxil olan səviyyələr isə 5-6 yaşdan başlayaraq olan, mövcud olan məktəbə hazırlıq səviyyəsi. Məktəbə hazırlıq qeyd edim ki, təhsil qanunvericiliyinə əsasən zəruridir. 5 yaşından başlayır. İbtidai təhsil səviyyəsi. İbtidai təhsil səviyyəsi 1-4-cü siniflər üçün nəzərdə tutulmuşdur. Ümumi orta təhsil səviyyəsi 5-9-cu siniflər üçün nəzərdə tutulmuşdur. Tam orta təhsil səviyyəsi isə 10-11-ci siniflər üçün nəzərdə tutulmuşdur. Və onu da qeyd edim ki, ümumi orta təhsil səviyyəsi icbaridir. Yəni valideyn məcburidir ki, yəni öz uşağını 9 illik, ən azından 9 illik təhsil almasına, yəni şəraiti yaratmalıdır. Növbəti daha sonra o biri pillələri də deyək. Məktəbə qədər təhsil pilləsi. Məktəbə qədər təhsil pilləsinin, orta ixtisas təhsili pilləsinin heç bir səviyyəsi yoxdur və məktəbə qədər təhsil pilləsi 0-5 yaş aralığındadır və digərlərindən isə səviyyələr mövcuddur. Necə ki, ümumi təhsil pilləsinin səviyyələri vardır. Peşə təhsili pilləsinin də səviyyələri vardır. Peşə təhsili pilləsi də dedikdə səviyyələri ilk peşə təhsili səviyyəsi, texniki peşə təhsili səviyyəsi və yüksək texniki peşə təhsili səviyyəsi mövcuddur. Ali təhsil pilləsi. Ali təhsil pilləsinə isə bakalavriat, magistratura və doktorantura aiddir. Doktorantura ən yüksək elmi dərəcədir. Magistraturada tibbdə buna rezidentura deyilir. Doktorantura isə hərbidə buna adjunktura deyilir. Qeyd edim ki, bu çox vacib mövzulardan biridir. Bunu oxuyun, yaxşı-yaxşı öyrənin. Testdə də düşmüşdür, müsahibədə də düşmüşdür. Yəni düşən mövzulardan biridir. Hər bir müəllimin, hər bir laborantın bilməli olduğu mövzudur bu. Kim nəyi başa düşməsə, nömrədən yaxud yorumlardan yaza bilər.